Adam sevgi aləmində yaşamalıdır. O adam ki bilir sevilir, başqalarını da sevir. Adamlar var nə sevildiyini bilir, nə sevir və sevənləri də qısqanır. Günümüzün bəlasıdır. Biri birinə sevgi göstərir, o birisi qısqanır. Bu buna deyir ki, mən səni çox istəyirəm, bu buradan əsəbləşir. Əsəbləşir, ağzından çıxanı deyir o, sevənə də, sevilənə də bədbəxtçilikdir həqiqətən. İnanın bizim cəmiyyətdə olan davaların çoxu budur. Ay mənim mövqeyim budur, filankəsin mövqeyi budur. Belə olsaydı nə vardı ki, adam mövqeyləri müzakirə eləyər? Yox, bu deyil. Da saçımız ağarıb görmüşüm, bu deyil, mövqey zat filan boş söhbətdir. Məsələn, niyə o belədir, mən beləyəm? Budur, bu davanın əsasını bu təşkil edir, sevgi problemləridir, diqqət problemləridir, özünü təsdiq eləmə məsələsidir. Əksi də deyil, sübut eləməyə heç kəs çalışmasın. Əksi var ya, ağıllı adamlar bir dəstə var ki, hər bir mövqedə bir fərqli yanaşma ola bilər. Yetər ki, sevgi olsun, hər şey öz yerini tutar, fərqli də olar, tənqid də olar, müzakirə də olar, normal məcrada gedər. Yoxsa ki, dərd başqa dərddir, dava başqa şeyin davasıdır. Sən mənə xahiş edirəm ki, kələk gəlmə, səni heç kəsin heç bir mövqeyi maraqlandırmır. Sənə açıq sübut eləmək olar bunu. İki insan eyni işi görür, birinə sən əsəbləşirsən, birinə yox. İki insan eyni mövqeydədir, birinə sən sərt danışırsan, birinə yox. Otur özünü təftiş elə, qiyamətin belə bir sorğu sualları var, adamdan bunların hamısını soruşacaqlar. Oturaq özümüzü təftiş eləyək, deyən, niyə görə mən filan kəs filan işi görəndə, heç vecimə deyil, o biri görəndə tez haqq davası yadıma düşür. Əgər haqq məsələsidirsə elə, hər tərəfdə, hər yerdə haqq olsun. Əsas odur ki, o çatışmır. Ona görə deyirəm, sevgidən danışmağa başladım, mövzu tükənmir. Hara istəyirsən, gedirsən, görürsən, gəlir, arxasından sevgisizlik çıxır, məhəbbətin azlığı çıxır.